Quranda elektronun yük dəyərinə işarə olunmuşdur. Elektron nədir? Maddə, hər şey atomlardan ibarətdir və bu atomlarda mərkəzdə proton və neytron və ətrafda elektronlar var. Elektron hər yerdədir, həyatımızın hər nöqtəsindədir. İlk öncə Google-a elektron yazırıq. Qarşımıza çıxır elektronun yükü mənfi 1.6021 76634 vur 10 üstü mənfi 19 üzərində 19 vardır. 1.6021 bu hissəsini yadınıza saxlayaq. Quranda elektron hərf ardıcıllığını axtardığımız zaman cəmi bir yerdə qarşımıza çıxır elektron şəklində. Elektron kəlməsi Quranda cəmi bir yerdədir. Nisa surəsində. Nisa surəsinin sonundan etibarən 16021 hərf saydığımız zaman tam olaraq elektron kəlməsinin ortasına gəlib çıxırıq. Hətta bilməyənlər üçün bunu Google Translate şəklini burada verəcəm. Google Translate-ə yazdığımız zaman elektron ərəb dilində S deyə bir hərf var. S və T ortası bir hərfdir. Bu hərfi də ingiliscə avtomatik olaraq TH kimi tərcümə edir. Yəni buradan gördüyünüz kimi Qurandan kopyaladığımız yazını Google Translate-ə atdığımızda elektron yazısını rahatlıqla oxumaq olur. Axtaracağınız 20 milyon kitabdan birində bu cür təsadüf ortaya çıxa bilər. Bu da elmi dildə desək 5.5 sigma dəyərindən daha yüksək dəyərdir. Və yenə elmi metodologiyada bu təsadüf olaraq qəbul olunmur.